rəfiqəmlə bağlı, daha doğrusu sizə bir əhvalat danışmaq istəyirəm. Buyurun. Ləzgidir mənim rəfiqəm. Deməli, rusca və ləzgicə bilirdi. Gəlib Bakıya, siz təsəvvür edin, Azərbaycanca təzə-təzə öyrənməyə başlayıb, hətta lüğətlə gəzirdi. O dərəcədə bilmirdi. Bunu da tanışlar düzəldir Türk kimçiskasına, kimyəvi təmizləməsinə. Bəs tapşırırlar ki, nə barədə çaşıb birdən rusca danışarsan. Yəni, işdən çıxara bilərlər. Və səndən də müştəri nəsə tələb eləsə, istəsə, mütləq qəbzi göstər dinə. Denən ki, qəbzi göstər. Və deyir, yaxşı, bunu işə götürürlər. Bir səhər gəlmişəm, stol, qəşəng, oturmuşam, bir maşın gəlir, dayanır düz iş yerinin qabağında. Simpatikli bir kişi düşür, gəlir. Başlayır mənə sayır ki, xanım, 2 pencək, bir gödəkçə, bir dublonka. Bu da deyir, saydıqca Allaha yalvarıram ki, ay Allah, perivod necə idi bu çekin, perivodu necə idi? Qəbz yazından çıxıb, Kişi deyir, sadalayıb, qutarıb, indi məni gözləyir. Axır deyir, özümü bir təhər toparladım, çox da deməyə qorxuram, işi itirmək istəmirəm. Qayıdıb deyir, kişidən soruşuram ki, bağışlayın, sizdə şey var? Şey var sizdə, Deyir, kişi dayandı, baxdı mənə, dedi, bəli, var. Deyir, mən də sevindim, şükür də, kişi başa düşdü. Deyir, qayıdıb deyirəm ki, onda göstərin də. Göstərin də, Kişi qayıdıb deyir, elə burada. Bəli, siz burada göstərin, mən də burada verim. Kişi qayıdıb deyir ki, bağışlayın, göstərməsən vermərsiniz. O da qayıdıb deyir ki, yox, mənə bəhbəh tapşırıblar ki, şeyi göstərməmişsən, vermə. Bir kişi qayıdır, deyir ki, xanım, axı mən burada necə göstərə bilərəm? Xanım, necə göstərirsiniz də elə göstərin. Bir nəhayətdə deyir, kişi axır başa düşüb ki, və mən rus dilliyəm, qayıdıb deyir ki, девушка, boş, yəni, xanım, bir də heç kimdən deyir, Azərbaycanca şey deməyin. Əgər şey desəniz, mütləq qabağında Türkün məsələsi edin. Yəni ki, belə bir əhvalat olmuşdu. Mən qısa danışdım, amma orada çox belə uzun bir əhvalat olmuşdu. Yox. Əla, həqiqətən çox sağ olun, təzə verəcək. Şeyimi göstər, paltarlarımı verim də. Belə, minnətdarıq, çox sağ olun xanım, Allah köməyimiz olsun. Bugün mənim əhvalımız əla oldu. Keçək reklamlara, sonra biz də göstərəcəyik qəzetləri.